Salam, bu videoda fizika iş dəftəri 2-ci hissədən 6-3 gərginlik mövzusunun həllərinə baxaq. Birinci tapşırıqda gərginliyin vahidini istəyir, voltdur. İkinci tapşırıqda gərginlik hansı ifadə ilə müəyyən olunur, enerji bölünsün Q'dur. Üçüncü tapşırıq hansı hallarda voltmetr lampadakı gərginliyi ölçür? 3, 4, 5'dir. Səbəbi ondan ibarətdir ki, voltmetr dövrəyə paralel qoşulur. Dördüncü tapşırıqda ampermetr və voltmetrin oxşar və fərqli cəhətlərini istəyir. Eyler Venn diaqramında. Ampermetr deməli dövr elementinə ardıcıl birləşdirilir. Cəryan şiddətini ölçür. Voltmetr isə dövrə elementinə paralel birləşdirilir. Gərginliyi ölçür. Hər ikisinə aid olanı isə ölçü cihazının olmağıdır. 5-ci tapşırıq. Şəkilə əsasən dövrədəki lampalar eyni olarsa hansı ifadələr doğrudur? 2, 3, 5. 6-cı tapşırıq. Joule bölünsün kulon hansı fiziki cəmiyyətin vahididir? Deməli, bunu bilmək üçün gərginliyini düsturdan da tapmaq olan enerji bölünsün Q yazıb gərginliyi tapa bilərik. 7-ci tapşırıq. Şəkildəki dövrədə cəryan mənbəyinin gərginliyi 10 volt olarsa, verilmiş halda voltmetrin göstəricisi nəyə bərabərdir? Voltmetrin göstəricisi gərginliyə bərabər, yəni gərginliyi ölçür. Cəryan mənbəyi 8-ci tapşırıq. Mənbələr şəkildəki kimi birləşdirilərsə, mənbə tərəfindən bir kulon yükę nə qədər enerji verilər? Göründüyü kimi 3 bateriya var burada. 3 bateriya. Yəni U1, U2, U3 gərginliklərdir. Q bərabər 1 kulondur. Gərginlik tabanda 3 gərginliyi toplayırıq. Və bu zaman bu 4/5 eləyir. Enerjidə QU olduğuna görə düsturda gətirib yerinə qoyanda biz 4/5 joule alırıq. Şəkil əsasendir, müəyyən et. Göründüyü kimi şəkildə cihazı verib bir bölgüsünün qiymətini tapmaq tələb olunur. Əqrəbə fikir versək, 1 və 2 ədədinin ortasındadır. Bu zaman bir bölgünü tapmaq üçün yaxın 2 ədədin fərqini bölgülərin sayına bölürük. Yəni 2 çıxsın 1 bölünsün 10. Bu eləyir 0,1. Cihazın xətasını istəyir. Aldığımız cavabı yarıya bölsək, cihazın xətasını tapmış olarıq. Sonra voltmetrin göstəricisini istəyir. Diqqətlə fikir versək, şəkildə əqrəbin göstəricisi 1/5 ədədin üzərində dayanıb. Deməli, o gərginlikdir bizdə. Yəni, voltmetrin göstəricisidir. Cəryan mənbəyi tərəfindən 1 kulon yükę verilən enerjini istəyir. Q ilə işləyirik. Bu da eləyir 1/5. 10. Açarları qapadıqda lampalardan hansı daha parlaq yanar və cavabını əsaslandır deyir. Baxırıq ki, A variantında 1 dənə bateriya var. B variantında isə 2 bateriya var. Deməli, B variantında bateriyanın sayı çox olduğuna görə lampalar parlaq yanacaq. 11-ci tapşırıq. Dövrədəki voltmetrin göstəricisi 3 voltdur. Ampermetrin göstəricisi 0,2 amperdir. 2 dəqiqə müddətində lampaya nə qədər elektrik enerjisi verilər deyir. Deməli, voltmetrin göstəricisi 3 volt veribsə, U bərabərdir 3 volt yazmalıyıq. Cəryan şiddəti 0,2 amper, I bərabər 0,2 amper. Və T 2 dəqiqə verib, 2 dəqiqəni saniyə çeviririk. 120 saniyə. Və bu zaman bizə həm Q'nun düsturu lazım olacaq, həm də elektrik enerjisinin. Q'nu tapanda I vurulsun T'dən istifadə edirik. Bu zaman I 0,5 olduğuna görə, T də 120 saniyə olduğuna görə bu elədi 24. Enerji isə bərabərdir QU. Aldığımız Q'nun qiymətini gətirib yerinə qoyuruq 24.
Gərginliyə vururuq. 24 vurulsun 3. Bu eləyir 72. Bu qədər.